olması mövzusuna. Deməli, mən özüm ona görə birinci keçdiklərimizi təkrar elədim. İndi bunu keçəcəm. Çünki burada bizə tanış olan ümumiyyətlə alətlərdən istifadə eləyəcəyik bunu yazmaq üçün. Yəni, bunu bilmək üçün daha doğrusu. Deməli, ümumiyyətlə mənim üçün problem qoyulub ki, dəyərlər 10^9-a qədər böyük bir dəyərlərdir. Amma onların saylarının cəmi 10^5-dir. Təbii ki, burada dəyəri massiv ölçüsündə işlətmək istəyirik. Amma bizim dəyərlərimizin ölçüsü 10^9-dur və 10^9 dəyərində massivin içinə bir elementlər yığmaq mümkün deyil ümumiyyətlə. Burada nə edirik biz avtomatik? Orijinal dəyərlərə uyğun unik bir dəyərlər yaradırıq. Və həmin unik dəyərləri istifadə edirik. Məsəl üçün bizə böyük bir dəyərlər verilib, nə bilim 10^8, 10^9 belə bir dəyərlər. Biz onları 0,1,2-lərlə əvəz edirik və özümüz üçün nisbi sıralayıb sort eləyib, unikləşdirib və lower bandla istifadə edərək tapırıq. Ümumiyyətlə bizim coordinate compression'da istifadə edəcəyimiz 3 dənə bizim keçdiyimiz alət var. Onların üçü də burada istifadə olunur. Sort, unikləşdirmə və lower bound. İstifadə edirik. İndi bir nümunə olaraq göstərmək üçün bizim bir dənə vektorumuz var. Int tipindən A vektordur. Bir dənə də eyni tipdən bir vektor götürürük yenə. Bu vektorumuz isə int tipindən bir dənə S vektordur və bərabərdir A yazırıq buna da. Çünki A bir bərabər bir vektordur. Yəni bizim bu A vektorumuz bizim orijinal dəyərlərimizi saxlayacaq. Bizim ikinci yazdığımız S vektoru isə bizim artıq burada koordinat sıxışdırmasını istifadə edilmiş nüsxə dəyərləri saxlayacaq. Nə edirik? Birinci sort eləyirik. Məsələn, vektorumuzun içində bir dəyərlər varsa sort, amma nəyi? S-i. İndi sonra da unikləşdiririk. Yəni, bilirik ki, biz vektorda elementləri unikləşdirmək üçün belə bir unikləşdirmə alətinə istifadə edirdik. Deməli, bu nə deməkdir? Bizim unik elementi içinə 2 dəfə indi yazırıq. B-gündən n-də qədər vektorumuzun sonu n-dir. Məsələn, burada n-də qədər olmaya bilər. Məsələn, biz bir kiçik bir deyək ki, ərazidəki alt çoxluqdakı bir dəyərləri dəyişmək istəyirsə, bu deməli nə edir? Bu təkrarları atır. Yəni, unik qalır bütün elementlər, təkrarları atır. Artıq indi biz burada hər dəyəri kiçik bir nömrə ilə əvəz edə bilərik. Yazırıq for int i bərabərdir 0, i kiçikdir vektorumuzun sayzından, yəni a-nın sayzından int indeksimiz bərabərdir lower bound s.begin s.end a'yı çıxılsın s.begin. Yəni bu i-dən başlayır deyə və bizim s-imizin ilk elementi var. B-gündən n-də doğru davam edirik. Hər dəfə a-dən bunun qiymətini çıxırıq. Yerdə qalanın burada aşağıdan yəni özü avtomatik şeydir. Məsələn, burada bu proses gedir. A elementi
avtomatik olur indeks. İndekslə dəyişir və bu sıfırdan başlayan kiçik nömrələrlə əvəz olunur. Sıfırdan başlayaraq əvəz olunur. Yəni burada proses necə gedir? Məsəl üçün bizim bir 10 üstü 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 5, bir tane 10 üstü 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, mənfi 7 və 42. Məsələn, belə bir massivimiz var idi əvvəldə massivimiz. Bunun biz dəyərlərini artıq çevirdik. Təbii ki, məsələn, bu ədəd burada ən böyük ədəddir. Biz sort eləyib, lower bound'dan tapırıq deyə bu ədəd ən böyük ədəd deyə bu ədəd bizim yeni massivimizdəki ən böyük ədəd olacaq. Məsələn, burada neçə element var fərqli unique? 1, 2, 3, 4 dənə. Deməli, sıfırdan başlasaq bu olacaq 3. 5 ikinci kiçik ədəddir 1. Mənfi 7. Yox, yenidən 1000 gəlir 3. Mənfi 7 0. 42 isə 2. Məsələn, belə kiçik bir dəyərlərdən istifadə eləyib biz belə böyük bir dəyərləri olan vektoru kiçik dəyərlərə çevirib onun üstündə əməliyyatlar və s. neysə bir şey axtarırıq. Təbii ki, bizdə indi burada 10⁻9 əvəzinə, yəni 10⁻9 ədədləri əvəzinə 4, ölçüsü bir 4 olan massiv istifadə eləməyimiz bizə yəni kifayət qədər yaddaş, zaman qazandırır. Ümumiyyətlə, coordinate compression'un əsas ideyası bundan ibarət idi. İndi buna uyğun məsələ işləyəndə daha yəqin ki, başa düşəcəksiniz. Yəni, bu ümumiyyətlə belə wow çox istifadə olunan bir şey deyil, yəni çox belə görəcəyiniz və s. Amma yenə də yadda saxlayın. Burada unique var. Bu unique elementi deməli 1, 2 biz təkrarları silmir. O təkrarları maksimin sonuna yığır və yeni sonun iteratorunu qaytarır bizə. Yəni elə bilin ki, bizim bu massivimiz var, belə təkrarlanan elementləri var. Biz bunu uniqueleşdirsək o 0, 3, 1, 0, 2 qalır. 3'ü gətirir bura qoyur sona. Amma bizim endimizi bura qaytarır. Yəni biz artıq bunu görmüş oluruq, amma 3 sonunda olur və onu görmürük. Yəni onu yad saxlamaq lazımdır. Yəni ona görə də həmişə erase ilə birlikdə işlətmək lazımdır və unique yalnız bitişik təkrarları silir. Buna görə də əvvəlcə sort çağırmaq məcbur idi. Yəni unique yalnız yanaşı olan təkrarları silir. Məsələn, burada 10⁻9 və 10⁻9 yanaşı deyil deyə bunlarda problem olacaq. Ona görə biz əvvəl sort işlədirik. Sonra elementləri uniqueleşdirib, sonra da erase eləyirik. Yəni bunu da yazmağımın məqsədi o idi. Təbii ki, hər elementdən tək qalsın. Sonra burada isə deməli elementlərə baxıb ona uyğun da nömrələrini yazırıq bura. Təbii ki, bu 0, 1, 2-də burada ayı çıxılsın SPG-nin hesabına baş verir. Ümumiyyətlə yəni bu algoritmdən biz qabaqda keçəcəyik, deməli segment ağacı var, segment ağacı mövzuları, yəni segment tree. Orada istifadə edəcəyik. Yəni sadəcə burada, yəni belə ümumi qayda olaraq bilsəz, həm də bu sort, niyə sort eləyib, erase eləyib, uniqueleşdirində erase eləmək, onları bilməyimiz bəsdir. Yəni bu hələ ki bizim hazırda istifadə edəcəyimiz bir şey deyil. Ona görə də sadəcə belə vizual olaraq bilsəz, ümumiyyətlə bəs eləyir bizə. Çünki biz onsuz bunu daha əhatəli keçəcəyik. Bizim növbəti mövzumuz isə üçlü axtarış idi, ternary search. Bu artıq bizim lazımlı bir mövzumuzdur. Ümumiyyətlə, ikili axtarışlığın şərti monotonluq idi. Deməli, məsəl üçün biz bir massivi elementləri müəyyən edirdik. Məsəl üçün 2 yerə bölürdük. Məsələn, birinci tərəf false olurdu, ikinci tərəf true olurdu. Biz false'ları atıb bu true'ların içinə yenə binary search eləyirdik. Yəni bu ikili axtarış. Ümumiyyətlə, ikili axtarışın şərti monoton olması idi. Yəni biz deyirdik monotonluq olsun orada. Məsələn, bizim sıramız əvvəlcə azalır, sonra bir yerdən minimuma çatır, sonra artır. Yəni belə bir unimodal bir şeydir. Belə funksiya ümumiyyətlə unimodal funksiya deyilir. Unimodal funksiyada ümumiyyətlə ikili axtarış tətbiq eləmək mümkün deyil. Çünki ikili axtarışı biz dedik ki, ancaq monoton ardıcıllıqlarda tətbiq eləyə bilərik. Ona görə də
burada artıq bizə yeni bir qayda gəlir. Üçlü axtarış, ternary search. Ternary search necə olur? Əsas ideyası odur ki, 2 dənə nöqtə götürürük, 2 dənə nöqtə götürürük. Aralığı 3 bərabər hissəyə bölürük və iki sərhəd nöqtəsini müqayisə edirik bir-biri ilə. Yəni burada low götürürük, bir də high götürürük. Yəni M1, M2 götürürük. Əgər bizim ta ki middle birimiz middle 2-dən kiçikdirsə, məsəl üçün baxın, bizə bir deyək ki, bir massiv verilib. 3, 1, 2, 5, 6. Məsələn, biz burada 2 dənə artıq middle götürürük. Minimum M2 və minimum M1. Əgər bizim ta ki axtardığımız ədəd ta ki bax, belə götürmüşük, buradan bunu götürürük. Məsəl üçün, birindən böyükdürsə, məsəl üçün, bu dəyər, bu dəyərdən kiçikdirsə, azalan olmalıdır. Əla. Hə. Əgər məsəl üçün bizim M1 dəyərimiz bizim M2 dəyərimizdən kiçikdirsə, deməli bizim axtardığımız minimum bundan əvvəldə deyil. Ya bundan sonra ola bil gələcək, ya da buradadır. Yəni bu qayda ilə işləyir. Əks halda isə əksi olur. Burada da yenə elə bil bura biz bir növ binary search-ümüzə two pointers əlavə edirik. Yəni two pointers-ı inteqrasiya edirik və ona əsasən hesablama aparırıq. Yəni kod olaraq göstərim birinci, sonra baxaq. Məsələn, ümumiyyətlə ümumi anlayışımı göstərəcəm. Long tipində belə bir left təyin edirik və yaxud low. Low'umuz olur bizim deməli sol sərhəddimiz. Yəni bu nümunə kimi yazıram deyə belə yazıram, sol sərhəddimiz. High'ımız olur isə sağ sərhəddimiz. Yəni ilk başda olur. Biri sol sərhəd olur, digəri sağ sərhəd olur. İndi biz burada deyirik ki, nə qədər ki while-la, high-la low-un fərqi 2-dən böyükdürsə, çünki biz burada 2 dənə pointersdan istifadə edirik deyə. Yəni bunların fərqi 2-dən böyük olmalıdır mütləq, çünki arada o 2-dən pointer qalmasın deyə. İndi burada 2-dən pointer gətiririk. Long biri M1 olur. M1-ə biz veririk lob üstə gəlinsin, high çıxılsın lob, bölünsün 2. 2 yox, burada 3-ə böləcəyik, çünki 3 hissəyə bölürük. Long M2, yəni binary search-da bunu belə yazıb 2-yə bölürdük. Low-dan 3 hissəyə böldük. Baxın, belə bir massiv, bura low-dur, bura high-dır. 3 hissəyə böldük. High minus low bunların arasındakı fərqdir. Bunu 3 hissəyə böldük. Bizim birinci hissəmiz bu olacaq tutaq ki. Yəni bunun sonuncu elementi low-un üstünə bu 3/1 qədər gələndə olacaq da. Buradakı element isə bu high-dan 3/1 qədər çıxanda olacaq. Orta hissədə 3/1 olacaq. Elə bil biz əlimizdə olan sıranın uzunluğunu 3 yerə bölürük. Low-dan həmin 3/1 hissənin cəmi qədər olur birinci hissə. Həmin 3/1-dən növbəti 3/2-yə qədər olur ikinci hissə. Həmin ikinci hissə, yəni 3/2-dən də sona qədər olur üçüncü hissə. Yəni bizim burada belə olur. Deməli massivimizi bölürük sıfırdan 1/3-ə qədər olur birinci hissə. 1/3-dən, yəni massivimizi 3 yerə bölmüşük deyə. 1/3-dən 2/3-cü yerə qədər olur ikinci hissə. 2/3-dən 1-ə qədər olur isə, yəni massivimiz tamına qədər olur üçüncü hissə. Yəni bax belədir. İndi bu olur low. Baxın, bu olur low. Bu olur low üstə gəlinsin 3/1, yəni high çıxılsın low, bölünsün 3.
Bu dəyərdə yenə eyni ilə bu olur, çünki özüdür. Amma burada təbii ki, indi bərabərlik söhbəti var. Onu aşağıda proqramın özündə müəyyən edirik biz. Bu isə artıq olur. Bunun üstünə bir də gəlirik bunu. Yəni tab bura qoysam bir dənə belə yazsam, baxın. Artıq bura 2 vurulsun yazacağam. 2 vurulsun. Çünki 3-də 2 hissədir. Yəni bunun 2-yə vurmağı da elə bil ki bu. Bunun 2-yə vurmağı. Lov üstə gəlsin 2 vurulsun bu. Yenə də bu hissə bundan başlayır. İndi burada olur. Artıq 3 vurulsun. Çünki demişdim ki, birin özüdür. Yəni burada 2 hissə istifadə eləmişiksə, burada 3 vurulsun olmalı. 3 hissəyə bölmüşük axı. İndi burada 3 vurulsun olanda bu 3 ilə, bu 3 ilə, bu 3 ixtisar gedir. Qalır ki, lov üstə gəlinsin, hay çıxılsın lov. Bu lovla da bu lov ixtisar gedir birbaşa. Yəni çıx olanda. Burada cavab kimi, bizim cavab kimi tək qalır hay. Yəni sağ sərhəddimiz. Önce elə birbaşa hay yazırıq. Olur bu bizim sağ sərhəddimiz. M2 indi olur ki, nə? M2-ni yaza bilərik, lov üstə gəlinsin, 2 vurulsun, hay minus lov bölü 3. Amma ən yaxşısı elə sağ sərhəddi bilirik deyə yazırıq ki, hay çıxılsın. Hay çıxılsın lov bölünsün 3. Yəni 3də biri ortanın üstünə gəlmirik də, sondan bir dənə 3də 1 çıxır. Yəni M1 üstə gəlinsin bu. Bura M1, M2 yəni M1 üstə gəlinsin bu ifadəni yaza bilərik. İndi əgər bizim deməli funksiyamızda, yəni funksiya deyəndə buna bir funksiya kimi baxsaq, massivimizdəki M1 elementi, mən indi bunu belə yazıram funksiya kimi, F_M1 kiçikdirsə F_M2-dən, yəni bu massivin M2-ci elementidir, massiv yerdir, M2 özü bir yerdir, middle. Əgər bu bundan kiçikdirsə, deməli bizim hayımız bərabər olur M2-yə. Niyə M2-yə bərabər olur? Çünki bizim dedik ki, unimodaldır. Azalır birinci, sonra təzədən yenə artır. Əgər M1 M2-dən kiçikdirsə və biz kiçiyi axtarırıqsa və M2-dən sonrakılar artır deyə avtomatik hayı çəkirik biz bura. Bu sərhəddə çəkirik. Əks halında isə artmırsa, deməli azalma prosesi gedir. O halda da bizim M1-imiz olur. Yox, bizim deməli lovumuz bərabər olur M1-ə. Yəni bir digər sərhəddi yaxınlaşdırırıq, gətiririk bu tərəfə. Yəni burada bu minimumun axtarılması prosesidir. Maksimumda isə deməli əksi, bu müqayisənin əksi yoxlanılır. İndi burada olur long best bərabər olur lova. İndi təzədən bir dənə for yazırıq. Int yox da longdur deyə long yazaq. Long bir dənə x məsəl üçün bərabərdir yazırıq lova. Yəni i də yaza bilərik. X nə qədər kiçik bərabərdirsə haydan x-i artırıram. Və burada da yazıram ki, if əgər mənim f(x)im, yəni x-ci elementi, massivimin x-ci elementi, massiv funksiya kimi yazmışam. F-imiz kiçikdirsə f5-dən best bərabər olur x-a. Yəni bu üçlü axtarışdır. Məntiqi binary search-də 2-yə bölüb ortalaşını götürürdük. Burada 2 dənə orta elementi olur. M1, M2. Deməli bu monoton yox, unimodallar üçün qaydadır. Yəni əvvəlcə azalır, sonra artır. Yəni unimodal budur. Yox, əvvəlcə artır, sonra azalır. Yəni bu da ola bilər. Məsələn burada görürük ki, bizim bu sıramız əvvəlcə azalır. Sonra buradan sonra başlayır yenə artmağa. İndi burada tam ədəd məsəl üçün dəqiq bölməsi olmadığına görə tam ədədlərdə bu bölmə dəqiq cavab verməz. Mütəmməl natural ədədlərdə bizə dəqiq cavab verəcək də məsəl üçün.
Amma tam ədədlərdə bu qalıqlı olduğuna görə M1 və M2 kiçik aralıqda üst-üstə düşə bilir və növbəti ədədi fırlanır, yəni dövrə düşür. Bu, məsəl üçün, ikili axtarışda +1 məsələsi var idi. İkili axtarışda. Onun üçlü axtarış versiyası, eyni tipli səhvdir. Yəni, bu üçlü axtarışın nümunəsidir ümumiyyətlə. Bu, həqiqi ədədlərlə də var. Dəqiqlik, burada işi, həqiqi ədədlərdə də biz şeydə dediyimiz kimi, ikili axtarışda dediyimiz kimi, dəqiqlik şərti yox, sabit sayda təkrarla istifadə edirik. Onu demirəm, çünki bunu bilməyimiz bəs eləyəcək elə. Hə, indi burada biz funksiyada FM1 ilə FM2-nin ciddi bir-birindən bərabər olmaq, ciddi kiçikdir olmağını yoxlamışdıq. Əgər hansısa araqda funksiya sabit qalırsa, yəni bu buna bərabər olursa, F1 M1 bərabərdir FM2-yə bərabər olursa, tutaq ki, burada 3-dür, gəlib burada da 3-dür. Biri bu da 3-dür, bu da 3-dür. Bir-birinə bərabər olursa, onda avtomatik bizim şərtimiz pozulur və orada artıq ternary search işləmir. Yəni, algoritm səhv cavab verir. Ona görə də tam ədədlərdə bu problem tez-tez qarşıya çıxıb deyə, dəyərlər bərabərləşə bilir deyə. Tam ədədli məsələlərdə üçlü axtarışı, yəni biraz ehtiyatla işlədirlər, çox da istifadə eləmirlər. Ona görə də birinci tam ədədlərdə baxmaq lazımdır ki, bizim, yəni əllə deyək ki, baxmaq lazımdır ki, bizim funksiyamızı, yəni böləndə 3 yerə alınan dəyərlər üst-üstə düşməsin. FM1, yəni M1 ünvanında duran ədədlə, M2 ünvanında duran ədədlər heç vaxt üst-üstə düşməsin. Ona fikir vermək lazımdır. Burada indi gəl yazağım belə. Okey. Binary search. Binary search. Və ternary search. Deməli, binary search'ümüzün şərti odur ki, funksiyamız monoton olmalıdır. Monotonluq. Yəni, bir-birindən ciddi artan sırada olmalıdır da deyək. Yəni, funksiyamız artan sırada olmalıdır. Azalmayan sırada olmalıdır. Yəni, bir-birinə bərabər ola bilər elementlərimiz ortada. Ternary search'un prinsipi isə unimodallıqdır. Yəni, əvvəl azalır birinci, sonra da artır. Bu isə Turner'ın prinsipidir. Şərti. Sonra bizim binary search'ümüzdə sərhəd nöqtələrini tapırdıq biz. Sərhəd nöqtələrini tapırdıq. Ternary-də isə maksimum və minimum, yəni ekstrem nöqtələrini tapırıq funksiyanın. Yəni riyaziyyatla desək, funksiyanın ekstremunu tapırıq. Maksimum və minimum. Bu deməli loqaritma 2 əsasdan n idi. Loqaritma 2 əsasdan n. Bu isə üçlü axtarış eləyir deyə təxminən loqaritma 5 əsasdan n olur. Təxmini belə bir şey olur. Mürəkkəbliyi. Yəni 1.7 dəfə çox olur binary search-dən. Təxmini belə eləyir. 1.7 dəfə çox. Sonra hər addımda biz bir dənə m yoxlayırıq. Yəni bir dəfə f yoxlayırıq hər addımda. Burada isə 2 dənə yoxlayırıq. FM1 və FM2 2 dəfə f yoxlayırıq burada. Bərabər dəyərlərin olmağı problem deyil binary search-də. Ternary-də isə algoritmi qırır. Yəni algoritmimiz bərabər dəyər olanda partlayır.
Gəlin burada bir də şərtlər yazaq. Deməli dedik ki, yox, bu şərt buradadır. Şərt nə tapır? Sərhəd nöqtələrini tapır, ekstrem nöqtələrini tapır. Sonra gəldi indi addım sayı. Deməli burada hər addımda çağırış. Yəni neçə dəfə dəyər yoxlayırıq, o deməkdir hər addımda. Binary search-də bir dəfə yoxlayırıq, ortadakı middle-ı yoxlayırıq. Middle-ə əsasən böyüdür, kiçikdir tərəfi müəyyən edirik. Amma ternary-də 2 dənə yoxlayırıq. Yəni ya ikisinin arasıdır, ya birincindən soldadır, ya da ikincindən sağdadır. Bir də bərabər dəyərlərin olması. Binary search-də bərabər dəyərlərin olmağı problem deyil. Onsuz da monotonluq düşərdir. Yəni bu bizə okeydir. Amma ternary search-də mütləqdir ki, bərabər dəyərlər olmasın. Çünki bərabər dəyərlər olanda bizim algoritmimiz partlayır. Yəni bərabər dəyərlərin olmağı binary search üçün problem deyil. Binary search-də bərabər dəyərlər ola bilər, sıralansa, amma bizim ternary search-ümüz üçün bərabər dəyərlərin olmağı problemdir. Access-də ternary search-lə bizim yaza biləcəyimiz məsələ olmalı idi. Bir dənə baxaq ona, uyğun yazaq Access VI-da. Deməli burada biz Allah, bu məsələ var. Stick links. Buradayım şeyler. Allah. Deməli bizə deyir ki, en uzunluğunda bir dənə çubuq verilib. En uzunluğunda bir dənə çubuq verilib. Ortasında modify is not bütün çubuqları eyni uzunluğa gətirmək lazımdır. Bütün hamısını eyni uzunluğa gətirmək lazımdır. Deməli, çubuğu deməli uzatmaq və ya qısaltmaq eyni bir xərcə bizə gəlib çıxır, eyni bir cost dəyərinə. Biz indi verməliyik ki, biz burada bir çubuğu düzəltməyimiz üçün nə qədər xərcimiz çıxıb. Deməli, əsasən belə xərc məsələlərində istifadə olunur ternary search-da. Və burada bizim indi şərtimiz var ki, x kiçik olanda böyüdürük, çubuğun uzunluğuna çatsın deyə. X böyük olanda da kiçildirik. Təbii ki, biz ternary search-dan tapa bilərik ki, hansı dəyərləri böyüdəcəyik, kiçildəcəyik, hansıların böyüdəcəyik. Deməli, M1 ilə M2-ni sağın və solun kiçiltməliyik, çünki orada artan dəyərləri var, bizim böyük dəyərlərimiz var. M1 ilə M2-nin arasında qalanları isə biz kiçiltməliyik. Onda biz nə edirik? Deməli, bunu silirik, təbii ki. Bunu silirik. Bunu da silirik. Bunları danışdığımız dəyərləri onsuz kommentlədik. Birinci bizim bunları yazırıq. Diyoruz include bit/stdc++.h
using namespace std int main. Deməli, indi bizim bir dənə vektorumuz olacaq. Int n, sin n, bir dənə də vektorumuz olacaq, uzunluğu n olan. Vektor elementlər necə dəyişirdi? 10^9, əla. Ona görə long avtomatik, long vektor və içində də n-dən element var. Okey. Yəni bu şərtlərimizi yazaq bura. IOSpace synchronization with steel. Frans Syntaye Əla. İndi biz vektorumuzu götürdük. İndi bizim long love var. Love'umuz bizim ən kiçiyimiz olacaq. Ən kiçik dəyərimiz olacaq. Ona görə buna veririk nə? Long max verək. Long max verək. High isə bizim ən böyük dəyərimiz olacaq. Buna da bir dənə long minimum verək. Minimum verək. Ki bu ən böyüdür, bu ən kiçikdir hələ ki. Əla. For indi elementlərimizi daxil edək. Int bərabərdir 0, kiçikdir n-dən i++. Burada da sin vektorumuzun elementləri. Və bizim burada high-mız bərabər olacaq. Bizim vektorumuzun ən böyük elementinə. Yəni maksimum. High-la vektorun ikinci elementi. Yəni bu ən böyük elementi high olacaq. Love isə bizim ən kiçik elementimiz olacaq. Minimum love-la vektorumuzun elementləri arasında. Təbii ki, buradan avtomatik bizim ən böyük və ən kiçik dəyərimiz çıxacaq. Çünki biz burada zaten love-a ən böyük dəyər vermişik, long max vermişik, high isə long minimum vermişik. Əla, indi bunları müəyyən eləyəndən sonra biz nə edirik? Şərtimizi yazırıq. While nə qədər ki, high ilə love'un fərqi 2-dən böyükdürsə, long n1'imiz, yəni birinci ortamız bərabər olur. Love üstə gəlinsin, high çıxılsın love, bölünsün 3. Long m2-dir. Yəni bunu yazmışdıqda nümunə kimi olsun. Əla. Deməli biz burada m1-dən m2-mizi tapdıq. If əgər indi biz bura bir dənə funksiya yazmalıyıq. Bizim pulumuzu xərclədiyimiz funksiya olmalıdır və biz oradan fərqi tapmalıdır. Ona gəlin bura bir dənə funksiya yazaq. Funksiyamız olsun long tipindən. Funksiyamızdan olsun xərc funksiyası. Xərcləyirik deyə. İngiliscə də yaza bilərik. Burada xərc yazmışdım. Minimum total cost. Okey, olsun. Cost. İndi bura costun içinə nə göndərəcəyik biz? Bir dənə x dəyəri göndərəcəyik. Long x. Və bu x dəyəri bizim mümkün xərcimizi qaytarmalıdır x-a görə. Long s bərabərdir 0. S bizim mümkün xərcimizdir, yəni tapa biləcəyimiz maksimum. Və biz indi hər dəfə x-a görə digər elementləri for int bərabərdir 0, kiçikdir n-dən problem. N-i onda biz gətiririk bura bir dənə. Gəlin biz bunu belə eləyək onda. Bunu götürək bura. Gətirək bura. Vektorumuzu burada qlobal ilə eləyək ki, funksiyanın içində istifadə edə bilək. Bu artıq funksiyanın daxilində daxiləcək. Əla. Burada vektorumuza ölçü vermirik, təbii ki. Qlobal olaraq vektor yaradırıq. Burada isə gəlirik
danışmışdıq vektor üçün ölçü vermək üçün funksiya istifadə edə bilərik. Onda biz burada vektorumuza bir dənə eni daxil edəndən sonra vektor.resize n. Bir dənə n ölçüsü təyin edirik vektorumuza. Əla, eni daxil edirik, n ölçüsü təyin edirik. Burada indi element daxil edirik. Qəşəng düz. Mesela bizim vektorumuzda integerimiz. Əla. i++. İndi burada hər dəfə nə edəcəyik biz? S-in üstünə gələcək, plus bərabərdir. Nə? Vektorumuzun inci elementi çıxılsın x. Bəs x böyüksə, onda bunu biz gəl modul da yazaq. Çünki bizim x-imiz vekdən böyük də olacaq, kiçik də olacaq. Böyükləri qısaltmalıyıq, kiçikləri uzatmalıyıq. Ona görə də bura bir dənə modul atacağıq. ABS funksiyası. Bilirik bu riyazi bir funksiyadır və modul tapmaq üçün istifadə olunur. ABS. Təbii ki, S-in tipi long-longdur deyə bura LL ABS atırıq ki, error qaytarmasın bizə. Long-long tipində dəyər qaytarsın. Əla. İndi burada if əgər bizim dedik ki cost M1, yəni M1-ə görə xərc kiçikdirsə cost M2-dən, M2-yə görə xərcdən, onda nə olur? Bizim deməli hayımız bərabər olur M2-yə, əks halda isə logumuz bərabər olur M1-ə. Bunu while'ın içində yazdıq, tapdıq, okey. İndi gəldik long best yaratmışdıq, hə? Yox, elə burada yaradırıq. Long best bərabərdir xərc nəyin? Logun. Bunun adı da cost təbii ki, xərcimizə. İndi yenə yazırıq for long i bərabərdir lovdan, i kiçikdir, deməli kiçik bərabərdir haydan, i plus. Bu isə lovdan haya qədər olan orta hissədir. Burada da best bərabərdir minimum. Bestlə cost in. Əla, buradan bestini tapırıq biz. Best burada var idi onsuz qəşəng. Sonra da nə edirik? Cout eləyirik bestimizi. Deməli bu nə iş gördü? Gəldim mən burada vektor yaratdım bir dənə xərc tapan funksiya yaratdım və vektorum elementlərinə daxil elədim, böyük sərhədli, kiçik sərhədli müəyyən elədim. Vektorumuzun max elementi, minimum elementi. İndi mən nə elədim burada? Nə qədər ki dedim ki, ikinci sərhəd, bura sərhəddə bölmə elədim, dəyərləri yəni standart qayda ilə müəyyən elədim. Burada cost funksiyası yaratdım. Cost funksiyası nə iş görür? Gəl bizim vektorumuzun içinə daxil olur və həmin x-a görə bizim vektorumuzdakı xərci hesablayır. Həmin xərci hesablayır bu cost funksiyası. Əgər cost M1 cost M2-dən kiçikdirsə, dediyimiz kimi hay olur M2. Lov qalır yerində. Əgər əksinədirsə, lov gəlir olur M1. Çünki minimum tapmaq lazımdır deyə belə olur. Maksimumda yerlər dəyişəcək avtomatik. Maksimumu tapmaq olanda. Minimumu tapırıq deyə belə olur. Yəni hay gəlir M2-yə, hay yəni daralır. Uzun böyük sərhəd. Kiçik sərhəd olduğu kimi qalır. Nə qədər ki hay lovdan 2 qədər fərq eləmirsə, yəni bir-birinə yaxınlaşana qədər bu proses davam eləyir. İndi sonra nə olur? Bir dənə best götürürük, buna lovun kostunu veririk. Əgər lovun kostu bizim minimum xərcimizdirsə, yəni olmaya da bilər. Bizim artıq əlimizdə fərqi deyək ki 2 olan hay lov qalır. Aralarındakı fərq 2-dir artıq. Hay lov M1 M2. Belə 3-4 dənə dəyərimiz qalır. Onu da burada yoxlayırıq biz və deməli o best həmişə o 4 dəyərin içində olur. Niyə? Çünki biz burada ternary search elədik və biz müəyyən elədik ki, artıq axtarış prosesi o 4 dəyərin içində gedir və minimum besti də buradan tapırıq. Bunu bir dənə run eləyək, görək. Neysə, problem əsin, okey, belə olmalıdır, vektoru. Əla. Gəldi indi buradan inputu daxil eləyirik.
Cavab olaraq bizə 5 qaytarmalıdır. Və gör ki 5 dəyərini qaytarır. Qəşəng. Gəlik submit hissəsinə, faylımızı seçirik. Submit edirik. Görək. Time limitə düşdü. Niyə? Long int cost long int. Hə, okey. Burada time limitə düşürüksə, onda necə edə bilərik? Time limiti necə həll edə bilərik? Deməli, məsələmizin gəlirik yeni məhdudiyyətlərinə baxırıq. Okey, deməli 2 vur 10 üstü 5-dir, 1 saniyə zaman limitində 10 üstü 9 olmalıdır. Əla. İndi gəlirik bura. Burada deməli biz deməli burada long istifadə eləmişik, burada long istifadə eləmişik. Burada long, okey. Yəni onda baxaq. Bax xərcimiz long, kostumumuz okey. Long s götürmüşük. For int-lə daxil oldu. S topladıq hər dəfə. Return dəyəri yanı. Bax burada return yazmamışam. Long yazmışam funksiyanı. Amma return yazmamışam. Yəni burada return qiymət qayıtmalıdır mənə. Return s. Amma avtomatik olaraq 5 cavab verirdi axı burada mənə. Böyük s. Avtomatik olaraq return dəyər qaytarırdı ya da o test case'də nəysə elə bir şey olmuşdu. Okey, return dəyər qaytardı burada. Gəldim bura sin n, vektor resize elədim. Hələ bu problem deyil, long götürdüm bunu, for int'i başladım götürdüm. Ilog, bu da problem deyil. Okey, else love m1, okey. Long best costum. Okey, indi bir də yoxlayaq, görək bu məsələni. Okey, submit eləyə görək nə olur. Hə, son, qəşəng. Keçdi bir dənə deməli bizim xətamız burada təbii ki, çox böyük xəta eləmişdi. Funksiyamızı tipini elan eləmişdik, amma return dəyəri qaytarmırdıq. İndi o necə test case-də bir 5 cavabı verdim, maraqlıdır. Yəni böyük ehtimalle yəni default olaraq təsadüfən 5 gəlib və düşüb elə. Amma yəni bu problemi elə bu xətanı ümumiyyətlə eləmək olmaz. Və gördük ki, məsələmiz həlli keçdi. Bu məsələnin başqa bir sadə həlli də var, təbii ki. Bu məsələnin sadə bir həlli də var. Yəni onu da yazaq göstərim sizə mən. Məsələn, bunu silirəm burada. Və bunu da silirəm burada. Deməli, bu məsələnin çox qəşəng bir riyazi həlli var ümumiyyətlə. Bunu istifadə eləmədən də. Deməli, biz nə edə bilərik burada? Təbii ki, yenə bir dənə int n sin götürürük. Yəni, qısa həlli var. Vektorumuzu yaratdıq. Int tipindən yox, long tipindən. Çünki 9 vektorumuzun dəyəri. Long tipindən bir dənə vektorumuzu yaratdıq. N-dən elementi olacaq. For auto nöqtə vektor elementlərimizi daxil elədik vektorumuza. İndi burada deməli nə edirik? Hər dəfə deməli bizim ümumiyyətlə belə bir qaydamız var ki, burada deməli necə deyim, bizim minimum xərcimiz
minimum xərc olmaq üçün həm böyüklərdən, həm də kiçiklərdən eyni məsafədə yerləşən bir ədədi tapmaqdır. Yəni minimum xərc olmaq üçün, amma burada böyüklərin sayı nə qədərdir, kiçiklərin sayı nə qədərdir, o prosesdə var. Yəni onu da nəzərə almaqla, yəni biz tutaq desək ki, hə, ədədi orta tapaq buradan. Ədədi orta tapaq. Ədədi orta bizə səhv xəta verə bilər. Amma bizim deməli belə bir qaydamız var ki, sıralanmış massivdə, ümumiyyətlə sıralı olan massivdə, yəni heç sıralı olmasın da, bizim üçün istifadə edə biləcəyimiz ən optimal qayda mediandır. Yəni sortdan sonra median elementini çıxartmaqdır, orta elementi də medianı çıxartmaqdır. Yəni zaten biz burada da mediandan istifadə edirik. Demək olar ki, üçlü axtarışda da. Yəni medianın tapılması median bərabərdir deməli median tapan hazır funksiya var səhvəsi. Belə idi, intihar element vecin vacant long median bərabərdir vektor n bölü 2 long best bərabərdir 0 for long vektordan deməli best plus bərabərdir yenə modulda vektordan deməli i ilə medianın fərqi. Belə qoyaq. Siyahut best. Bunu işlədən indi bilir, hə? Hə, işləyir qəşəng. Funksiyamız işləyirmiş. Düz xatırlayıram. O 8 dəyər hesab edirəm. Deməli, vektorumuzu yaratdıq. Okey, elementlərini daxil elədik. İndi niyə burada vecin üstə gəlinsin? N bölü 2 olmalıdır ki, yarısına baxsın. Okey. İndi artıq düz olmalıdır. Hə, düzən əla. Deməli bu metod, bu funksiya nə iş görür? Massivi elə yenidən düzür ki, yəni bizim bu həmin götürdüyümüz mövqedə tam sıralamada orada olacaq. Yəni ondan soldakilərin hamısı ondan kiçik bərabər olacaq. Sağdakilərin hamısı ondan böyük bərabər olacaq. Elə bil bizim bir daha unimodal eləyirik bir növ massivimizi. Yəni məsəl üçün bizim massivimiz tutaq ki, baxın belədir. Nə bilim 7, 2, 9, 1, 5, 3. Düzmü? Biz NTH element işlətdiyimiz halda bizim deməli nəticəmiz belə olacaq. Baxın 2, 1, 3, 9, 5, 7 məsəl üçün. 9, 5, 7. Yəni burada bizim bu elementimiz vektor n bölü 2 olacaq. Yəni burada artıq 3 olacaq NTH elementlərindən sonra. 3-dən əvvəlkilər hamısı 3-dən kiçikdir. 3-dən sonrakilər hamısı 3-dən böyükdür. Yəni belə qayda. Yəni bu qayda ilə işləyir və median qaydasıdır. Median isə
həmin elementin özü götürürük birbaşa, fərqi tapırıq. Yəni bu funksiyadır. Yəni bu bir növ. Unimodal deməyək də, yəni elə bir element qoyur ki, m plus m bölü 2-ci yerə. Yəni ondan əvvəlkilər hamısı ondan kiçik olur. Deməli, əvvəlki elementlər kiçik bərabər olur. Vecbecin plus m bölü 2-dən bunlar da böyük bərabər olur. Sonrakılar. Yəni bu belə bir şey düzür bu. Funksiya. Yəni bu daha riyazi üsuldur. Məncə daha sürətli işləyəcək digərindən. Bunun rayında deyir ki, işləyir. Yəni göndərək, baxaq, görək bu keçirməyəcək bu məsələnin həllini. Amma yəni Turner search-ı bilsəz, onsuz da məsələnin həllini 2 dəqiqə Turner search-ını yazıb həll edirsiniz. Okay. Görək. Accept. 0, 0, 0, 0, 2, 0, 3. Qəşəng. Maksimum 0, 3 həll edirik. Bəs bu həllimiz. Bu əlimizdə baxın 0, 5 var belə. Yəni bu median qaydasını daha sürətli işlədiyin real olaraq görə bilirik. Yəni məsələnin verilənlərə əsasən time'larda. Əla. Deməli, buna da özün məsələ həll elədik. Fərqli bir həllini də gördük məsələmizin. Turner search-ü də istifadə elədik. Gördük ki, necə istifadə olunur, necə həll olunur. Təbii ki, siz də yenə funksiyanı yazında orada returnu unutmayın, qoymaq. Bu isə medianla həllimizdir. Digər həllimiz Turner search-dir. Qaydaq o həllimizə. Okay. Okay. Əla, həlimiz bu idi. Bu da bizim Turner search həllimizdir. Təbii ki, burada yox, buradan bir dənə qayıtıraq. Funksiyalarımız oradadır. Əla, bu. Deməli, burada artıq heç bir riyaziliyə ehtiyacı yoxdur. Yəni, algoritm quruq birbaşa yazırıq. Digər isə full riyazi həllidir. Yəni, belə. Bu bizim məsələmizin həllidir. Burada, deməli, başqa mən məsələlər göndərəcəm sizə bununla bağlı işləməyə. XS-dədir əsasən də məsələlər demək olar ki. Ümumiyyətlə, artıq yəni, bunları da keçəndən sonra siz Codaforce-da, Divix-də A, B, C və D məsələlərini həll eləyə bilərsiniz. Yəni, artıq ilk 4 məsələni həll eləyə bilərsiniz bizim keşiklərimiz əsasən. Yəni, Div4-də də həmçinin eyni A, B, C-dir. Yəni, Div3-də yaxşı A, B, C deyə bilərik. Yəni, A, B, C məsələlərini həll eləyə bilərsiniz. Amma Div4-də rahat A, B, C və D məsələlərini həll eləməlisiniz artıq, yəni bundan sonra. Deməli, belə, heç bir şey. Bugünlük bu qədər. Bir şey deyim ki, bizim sabahdan bizim uşaqlar, sizin yoldaşlarınız Adam Universitetində olan şeydə iştirak edəcəklər. Sabahdan başlayır, 20-sindən deyəsən, səhv eləmirəmsə. Niyə sabahdan ya 5-ci gündən dəqiq yadımda deyil tarixi, amma o vaxtdan başlayırlar. Ona görə də bizim, yəni onların orada olduğu müddətdə yəqin ki, dərsimiz olmayacaq burada. Rekorda artıq